500 altın yedirdim binayda. Gitti de gelmedi ne fayda. Başımı da yesin bu sevda. Fidaydan karalım fidayda, 500 altın yedirdim binayda. Gitti de gelmedi ne fayda. Başımı da yesin bu sevda. Fidaydan karalım fidayda, 500 altın yedirdim binayda. Gitti de gelmedi ne fayda. Başımı da yesin bu sevda. Teşekkür ederim. Çok sağ olun. Minnettarım. El çalan elleriniz var olsun. Mükemmel adını tapmışsan mahnını. İlk Bu dəfə də iştirdin. qrupun ideyasında olan Aha. musiqilər də var. Mənim də öz təkliflərim var, musiqilər hansı ki ifa eləyirik. Bəli. Belə gözəl repertuarlar alınır. Bravo, doğrudan Hamı bravo. bir-birinin fikrinə hörmətlə yanaşır, bir-birimizə də hörmət eləyirik. Bəli. İnşallah bu uzun ömürlü olar. Çox maraqlısınız əslində, çox. Ayrı-ayrılıqda hər biriniz çox maraqlısınız. O arxada qaval idi, o yekəsindən idi, böyüyündən idi qavalın. Ələyə oxşuyur. İstərdim o aləti göstərə bilsək səni, sevinci. Göstərək, görün. Nə boydu? Qavaldı mı? Nədir o alətin adı? Hindistan alətidir, bravo. Natiq ritim qrupundan götürürsünüz hamısını. Yaxşıdır. Telefon zəngimiz varmı Fatma xanım? Var və telefon xəttində gözəl sənətkarımız, xalq artistimiz Mələk xanım Əyyubadır. Sabahınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Mələk xanım. ATV kanalının gözəli, ATV kanalının ən gözəl verilişlərindən biri. Gün keçir verilişini salamlayıram. Hər vaxtınız xeyir olsun. Sizin gözəliniz orada olmaqla. Biz də sizi salamlayırıq və çox şadıq sizi zənginizə. Mələk xanım, yəqin ki, siz Mir Kamil gəlməmişdən öncə eşitdiniz o, mənim belə deyək ki, giriş səsində söylədiyim sözləri. Aha. Mən deyirəm ki, hər halda hər bir istedad o qanla ötürülməlidir də. Siz çox istedadlısınız, çox istedadlı bir ailəsiz. Biz hər zaman sizin ailəniz haqqında danışırıq və demək olar ki, bu səhnənin bir neçə tanınmış simaları varsa, onlar hardasa mütləq olaraq biraz da olsa sizinlə bir qohumluq əlaqəsi var. Amma Mir Kamil sizin doğmacaq bacınız oğludur, yəni bu gözəl bir şeydir. İnanırsan, anne, çox sağ ol, çox gözəl sözlərinizə görə. Sən çox səmimi qızsan, mən hər dəfə onu deyirəm ki, sənin hər bir dediyin söz, yəni sənin ürəyindən gələn, yəni səmimi sözlərindir. Və bugün mən inanırsan çox həyəcanlıyam, çünki mən keçən əl vaxtım olmayıb, mən bir dəfədir Mir Kamil'i bax, belə bir, yəni yeni deyilən, Mir Kamil'in yeni bir quruluşda bu ansamblını belə görürəm, onun ifasını. Mən bugün deyə bilməyəcəm, onun yaxşı mı, nə bilim, dəyiş mi, yox. Yəni, o barədə danışmayacağım, çünki Mir Kamil, bayaq dediyin kimi, yəni elə bir nəslin, elə bir ailənin nümayəndəsidir ki, çox istedadlı uşaqdır da, istedadlı olandır. Yəni, onu, yəni, artıq illərdir ki, ATV kanalının o sayəsində Mir Kamil gəlib bir kamil olur. Bu danılmışdır, sözsüz. Amma yəni bu da onun üçün bir yenilikdir. Mən inanıram Mir Kamilə, yəni ki bu yaxşı olacaq inşallah. Bəlkə də çox əla olacaq. Amma hələ ilk addımlarıdır. Uğurlar arzulayıram. Yalnız mən bugün Mir Kamilə və onun ətrafında, onun
o gözəl musiqiçilərə, bu Aha. kollektivə yalnız uğurlar arzulayıram ki, bax bu kollektiv bunlar yanılmasın. Yəni etdikləri bu işin gözəl nəticəsi olsun, gözəl uğuru olsun və öz ürəkləri necə istəyirsə ondan da yaxşı olsun. Mələk xanım, mən bir şey söyleyeyim sizə. Yəni qrupun adı Amarok tayfadır, amma əslində çox peşəkar musiqiçilər toplanıb bura və Natiq Ritim qrupundan görürsünüzmü? Həm alətlər götürüb, həm balabal ifaçısı var Natiq Ritim qrupuna. Bir danış da, xalanla bir danış, bir salam deyirdim. Təşəkkür edirəm. Anladım Kamil, onlar valla mənim öz evlatlarım da olsa, onlar belə o pərdə var yəni. Bəli. Elə bil ki, evdə bir müəllim tələbə kimi, yəni Bəli. bir pərdə var ona görə. Hər zaman biz bunu hiss etmişik, hər zaman biz bunu etmişik. Bu da təbii ki, tərbiyədən irəli gəlir. Tərbiyədən əlbəttə ki, Bəli. irəli gəlir. Çox təşəkkür edirəm Mələk xanım zənginizə görə. Çox sağ olun bu diqqətinizə görə. Bir daha söyleyeyim, öpürük sizi, bağrımıza basırıq. Sənəmizi xalq arası Mələk xanım Əyyubova telefon xəttindəydi. Mükəmmel, bir getmə oxumusan bir qəşəngi belə bu qrupla. Eşitmişəm onu. Onu Ələfsər olanda ifa eləyərək, amma maraqlı bir, bu efirə sizin verilişə inanırsınız, dünənləri səhərəcən biz repertuar dəyişmişik. Çünki Ələfsər Eurovision'da olduğuna görə biz səhərəcən repertuar dəyişdik. Onu inşallah qismət olsa gələn verilişlərdə İnşallah. super bir şəkildə ifa eləyərik, təqdim eləyərik. İnşallah. Buyur onda növbəti mahnını eşidək.